Benim mahkemeye bir şey ispatlamak Ne bileyim. derdim. Ben gerçeği biliyorum. Ay bu kişiymiş. Sen Allah Leyla. Sen anavın qəbri. Doğru deyirsən. Bu yallah səni. Afətin köpəyisən, qadın alım. Belə söz yazanlar birbaşa səssisə getməli. Çünki afətin köpəkləridir. Paralı köpək. Kamran necəsən? Bir anda geldiler. Caner dedim bu evin duvarları benim üzerime açıldı. Hə, ay ben Zarif. 2 gündür mən canlı açmıram. Sən nə danışırsan ay lələş? Ay lələş. Son 2 gündə olan aktiv mövzuların müzakirəsini aparıram da cigər. Bu arada Vəfa xanımla işbirliyə başlamışam. Çünki toyları çox olduğuna görə biz Vəfada bek yoxdur. Nağd bütün toyun pulunu atırlar ki toydan birdən toy çıxar. Ona görə qabaqçadan bütün pul göndərir. İndi Mika deyir ki mən tək yoruluram. Çatdıra bilmirik. Dedim eybi yox. Nə olasıdır mən orada oturmuşam boş-boşuna. Yəni artıq işbirliyimizdir. Sentyabrın 3-ü qabaqçadan elan verirəm ki mən də o Moskvada olacağam. İyi geç bakalım odana tazelerim günü. Hə, çox oturdum, düşündüm. Bekarçılıq idi. Afətin başı üçün yalansa ki, ay ki boş verin. Valla mən danışmıram. Mən prosta yadıma düşdü. Türklər deyir, konu konuyu çəkər. Deyirdi ki, Vəfanın bir dənə üzü var. Ay bala, mən onu deməmişəm. Qadınım özü deyib. Görün bu telefonda var o. Bir dəqiqə. Yəni insan səsləndirdiyi fikri dəyişə bilər. Bu normaldır. Amma rəğbət əsla dəyişə bilməz. Məsələn, mən bugün deyə bilərəm ki, uşaqlar, gecə, məsələn, mən çörək yeyə canlı aparmaram. Amma yarın redaktə eləyə bilərəm. Bu çünki fikirdir. Amma mən deyirəmsə ki, məsələn, mən deyirəm, Şəbnəm mənim dostumdur, mən onu çox istəyirəm. Çünki mən onu dəyişə bilməm. Çünki bu rəğbətdir. Afəti sevmirəm, bitdi. Və sevmək məcburiyyətində deyəm. Amma sabahları mən ona yox, yaxşı qadındır, çox istəyirəm onu deyərəmsə, bu artıq rəğbət dəyişikliyidir. Bu mənim min sifətliliyimi deyər. Sən deyirsən ki, Vəfanın bir üzü var, sonra da nə bilim. Ya da deyirsən ki, üçüncü mən deyir, onu deyir, tutturdum. Prosta 6 bazara düşdü deyən polis. 6 bazar polis işləmir ay bacı. Nə gözəl ölkədir. Onda mən Moskvada imanı sakit oturacam, 6 bazar qansal. Elə şey olur. Siz kim oluyorsunuz da bizi kovuyorsunuz ha? Elimden bir kaza sıkmasını çekin. Efendim bize emir kovuyor. Və mənə anonim mesaj gəlib, onu da paylaşacağım. Deyilənlərə görə başqa bir kimdənsə pul alıb. Kimsəcək. Pul ver, mən Vəfanı tutdururam. O da pul verib, tutulmayıb. Yazıqdır, cəmaatın pulunu qaytarır. Mən oturmuşam Londonda. Amma hər şeydən xəbərim var. Şirkette sermaye artırma yapıldı. Son yıl dündü. Sadəcə olaraq Azərbaycan qanunlarına səs kaydını yaymaq qanuna ziddir. Mən də qanunlarımı çiğniyə bilmərəm. Yoxsa bu dəqiqə buradan o qədər sizə gözəl səslər göstərərəm. Şok olarsınız. Şok. Şok. Bu arada Onaylı musunuz? mən də oxumağa başlayıram. Ekranı tıklayın. Mahnı yazdırmışam. Beni gözləyirlər. Bakıya gəlim. Nə deyir? Ay, al. İqola burada ol da qurban olun. Ay bala, Moskvadan gedirik söhbət. Polislərlə gedib çay içib. Dışarı çıkartır mısınız? Əvvəla, əgər oteldə gedib Vəfadan izahat alıblarsa,
Gör necə hörmətçil qızdır. Ki polis onu bölməyə yox, onun ayağına gəlib otelə və ondan şey alıb, izahat alıb. Bu bir. Sonradan bir səs eşitdim. Deyir ki, altı bazara düşdüyünə görə polislər işə baxmır. Anlamadım. Moskvada bəyəm altı bazar günü polislər istirahətdədir. Kim nə istəyir eləyə bilər. Nə gözəl. Bu da bir qırağam. Bu da əsas deyil. Ola bilər də indi bu qadının arzusu budur. Arzusu budur ki, mən deyir, mənim xəyalım budur da, mən imini, vəfanı Moskva polislərinə tutturmalıyam. Amma Moskvada da elə Azərbaycan kimi qanun var. Elə hop, ləb deyən kimi ləbləbi anlamaq olmaz. Elə nə oldu da, elə onda gəlin, hər kəs bir-birinə ləb deyən kimi biz ləbləbi deyək. Elə şey olur, qayda var, qanun var. Bu neçə aydır? Gah dedi ki, bu ay inşallah ay qutardı oldu maşallah. Sonra o biri ay dedi ki inşallah oradan gəldi qozlama maşallah. Belə indi də bəyan edib ki ayın 3-ü mən də özüm inşallah Allahın izni ilə sentyabrın 3-ü özüm olacağım Rusiyada. Görək də, mən gözümün şahidi olmaq istəyirəm. Yoxsa o bunu dedi, bu bursu bu bunu dedi, o bu bursular da bunu dedi, ayıbdır. Ayıbdır. Nə bilim, Allah, bu mahnımdan danışırdım. Deməli, gördünüzdə mən adlar yazmışdım. O adlar mənim sevdiyim adlardır. İstəmişəm həyatımda olan adam o adlarda olsun, amma qismət olmayıb. İstəmişəm övladım olsun o adlarda, övladım da olmayıb. Qoxumlarımda da, qırılmışlarımda da olmadığına görə. Axırı mən belə bir qərara gəldim. İndi bir bəstəkar var, adını çəkməyəcəm. Şairə də tanıdığımızdır. Amma rica elədi ki, sən sözümü yerə sala bilmərəm. Yazaram o adlara. Dedim, yox, bütün adlar bir mahnıda olmalıdır. Yoxsa ayrı-ayrı mənim o qədər pulum yoxdur. Gedim 20 dənə, maşallah, bunun siyahısı az deyil. 20 nəfərə yaxındır. O adlardan mahnı oxuyacam. Çox gözəl mahnıdır. Süni intellekt deyil. Mən xoşlamıram. İzləyicilərimi aldadım. Qartallı səsimlə gözəl bir mahnı oxuyacam. Danışır da fantastika, boş verin. Özün ədəb, nə olub ki mənə cigər? Deyinə düzəldim. Mən izləyicilərimin hər zaman fikrinə hörmətlə yanaşıram. Nə olub ki mənə? İstidir, ciyarım yanır, sarafamdayım, qadın alım. Hansı əbər ərkanımı pozmuşam? De, dəyişim, səs satma onu. Qoy desin, bəlkə mən görmürəm, nəsə o görür, qadın alım. Yəni, nəsə sən xoşuma gəlmədisə düzəldim, canım. Biz savaş başlattığının farkındasın değil mi? Canım, çox sağ ol. Yox, indi kiminsə belə sevgi, adların sevgisi varsa o mənə maraqlı deyil, canım. Mən sevdiyim adlardır. Hələ mən bir tanıdığım adam var idi. Torpaq işinə baxırdı. Əsas o kulminasiya, o torpaq işinə baxan bir dostum var idi. Onun adını da sevirdim mən. Prosta onun adını unutmuşam, tapacam. Ortaq dostumuz vardı, ondan soruşacağım. Bir dənə o ad qalıb. Onu da ora daxil, aranjirovkaya vermişəm. Deməli 1500 manat sözlərə yazana vermişəm. 5000 də aranjirovkaya. Çünki prostoy mən süni intellektlə yox, orada canlı orkestr olacaq. Qarmon çalan, əsas sintezatorçik var. O sintezator var orada. Sonra tütək, dumbul, hamısı canlı alətlərlə. Peki. Madem Nigar adı var, yox. Sevil var, ən sevdiyim adlardandır. Sonra Atabək öldüyüm addır. Sonra bax, əsası başda mahnının adı olmalı. O, ay Allah, o torpaq satan o kişi var idi. Onun adı nə idi? Yadımdan çıxdı. İllərimin kadimi, o Bülent Ersoy'un kadimi dostumdu. Onun da adını ora daxil eləmə, inciyər mənim səxavətimdən. Çox sağ ol canım. Yox, Firuzə yoxdur. Paylaşmışdım da adları. Ən sevdiyim adlardır, ondan artıq mən adı sevmirəm. Belə xaosla adlardır, başa düşür, amma mahnıya gəl. Mən əminəm ki, mənə çox deyirdilər, oxu. Mənim mahnım imini partladacaq.
Və mən başqaları kimi mahnı yazdırıb, yazdırmırlar. Süni intellekt eləyib sonra YouTube'dan da sililir. Məndə silinmək yoxdur. Çünki zid cümlələri olmayacaq. Şairələr işləyir, şairələr. 5 dənə şairə bu qafiyələr qurur mahnıya. Tamam çalışacağım. Haber ver. Səsim var. Sən hələ mənim производствоlarımı tanımırsan, necə gəl? Neyin karşısında diyecektim? Qəşəng adlar var. Aycan Günkan. Afət ürəkdir. Mən bəyəm dedim ki, ürək deyil, qadan alım. Mən nə deyə bilərəm ki, ürəkdir sənin üçün. Amma mənim üçün sadə bir Afət Fərmanın qızı. Yəni ola bilər. Hamının sonuçta sevmək məcburiyyətində deyil. Hamı dollar deyil ki, onu sevək. Sən ola bilər. Allah canını sağ eləsin. Allah sənin zövqü və imanı var, tula bağlasın. İyi misin? Güneş çıkıyor bizim aradığımız. Ne alakası var ya? İyi misin diye arıyorum. Axşamınız xeyir. Sonuçta sen bana ne kadar... Üzüvə krem çəkmirsən? Yox, tövbə. İstemedim yani. Yox, tövbə. Burada öyle dedim çünkü... Tövbə. Prosta Zagardan gəlmişəm bugün. Fikir verirsiniz, tüntəşmişəm. Ya bir şey demedik. Ben üzüldüm sana sadece. Çox sağ ol. Ay şuna bak ya. Hem suçlusun hem güçlü. Sen Cigərlərim mənim. merak ettim. Siz mənim ağzımdan çıxan avaza qədər bilirsiniz. Amma məndə yoxdur da sonra çıxım. Oy və bilirsiniz bu illüziyalar idi. Bu həqiqətə uyğun deyil. Ne oldu öyle orada birdenbire? Ay yani manzara çok kötüydü gerçekten. Yani Ender'in cevabından emindim ama seninki bana gerçekten büyük şok oldu. Çağatay'la Kumru'yu aynı eve girerken görünce ben de şok olmuştum. Çağatay- Ay Allah, ölürəm də mən bu kino üçün. Merak etme. Xəbəriniz var, hər sezon baxıram mən bu kinoya. Yıldız'cığım. Ama bu Çağatay'ın işi ve işi onun için çok önemli. Bunu sen de biliyorsun. Yani benim hayatım Çağatay. Aa, nə gözəl. Öyle. Sen de ad qoydunuz mahnıya, yeznələr. Güzel bulmaz. Amma bir əmma var da, qadan alın, bir əmma var. Axı qanuni olmayan adlara yeznə demək olmaz. Yo, yeznələr oxumaq. Amma olar. Sizcə? Hem Atatürk'den geldikten sonra kaymışlar oynarlar. Axırı yaxaladın sən canlı və hə, Canka Maya, krasavitsa. Tek de yollayamam çocuğu. Yasak elma. Başka zaman ya. Allah'ın zakarı. Bu kadar pek olma ama ben de bir anneyim. Ona çok iyi bakarım biliyorsun. Ay yok canım ona hiçbir şey demiyorum. Niye bakarsın da kaynaşırlar. Yox, aşkım, mən Salyariya getmişəm, başıma dönüm. Əgər mənim bu sarafanım narahat eləyirsə uşaqlar, mən dəyişə bilərəm xalatımı. Uzun plasiya giyinə bilərəm, amma mən inanmıram, mənim izləyicilərim hamısı televizovun adamlardır. Üzün parıldadır. Aa, mənim üzüm niyə parıllasın görəsən? Xoş, şad xəbərlərdən ola bilər də. Çünki mən kimlərinsə yalanını ifşa eləyəndə mən həmin günü xoşbəxt oluram. Rəbbim məni bu dünyaya yaxşılıq eləmək, haqqı yanında olmaq, haqqa susmamaq kimi görevlər verib. Mən də bununla mutlu oluram. Deyirlər də Vəfanı polislər gəldi, oteldə ərzə aldı. Alqışlayıram. Görün Vəfanın blatına baxın ki, otelə gəlib buyurublar izahat almağa. Və yaxud yetim qızdır da, ona dil uzanır. Mən də qorxmuram. O bəzi müğənnilər var. Danışıram, deyirəm ki, aşkım, mən demirəm. Mən əstağfurullah. Kimsə Afət xanımla dost olar, görsə xanım deyirəm. Afət xanımla dost ola bilər, istəməz, okey. Heç kimlə düşməm. Amma bir uşaqlara toxunma deyə bilərlər də, ərk eləyə bilərlər. Deyir ki, mən qorxuram. Amma mən qorxmuram. Nə istəyir mənim haqqımda pülüyür, belə qəlyan kimi də belə buraxır dumanları. Mən elə şeylərə sınaq xanım deyiləm. Mən haqlıyamsa, mən nə deyirəm ki? Deyirəm uşaqlarla işimiz olmasın. Uşaqlar bizim gələcəyimiz, uşaqlara toxunmaq olmaz. Əgər mənim ölkəmin qanuni, qeyri-qanuni uşaqlarıma ölkə sahib çıxırsa, heç kim ona dil uzada bilmə. Qırın bir-birinizi. Kimlərlə qırırsınız bir-birinizi? Dənizlə dava eləyirlər. Görün, mən dilimi açıb danışıram. Yox. Çünki dənizin dili var, dilçəyi var, danışır. Amma sevincin uşağına, nə bilim, Vəfanın uşağı bu olmaz. Bu olmaz. Amma mənə Rəbbim bilirmiş ki, uşaq verməyib. Mənim nəyimi söyləyəcəksən? Məni alan alıb aldanıb. Sonra satan da
satıb varlanmaq istəyib bankda pulları batıb. Vahid Bank. Ona görə də Adamın neyine üzülüyorsun? Haklısınız. sən Allah, onu görməmişəm. Onun da uşaqlarına toxunur, görürsüz. Görürsüz, amma ay tövbə görməmişəm. Görmüşəmsə elə buradan deyirəm. Elə dənizin də uşaqları, mənim uşaqlarım, nə əlaqə? Olmaz. Ha, onu görməmişəm. Mən çünki ancaq dənizin canlısında belə əsəbləşməyini görmüşəm. Amma mən onun, yox, mən eşitməmişəm axı. Mən onun özünün adına güyədə indi nəsə danışdığım gün mən, yox, indi bir tərəfdən mən axı görməmişəm. Varsa qayıdlar atın. Hə, sən Allah, Zeynəb. Ay tövbə, yox. Bax, indi görürsünüz, mən haqqa girməmən, afət kimdir ki, mən gem oturum o dünyada onu gözləyim, belə pis çıxmasın. Onu eşitməmişəm onun dilindən. Amma Vəfanın uşaqları, sonra sətir altı donuz dediyi bilirik kimə deyir, onun uşağını görmüşəm. Amma bunu görməmişəm. Görsəm, ona da təpki göstərərəm. O nə deməkdir? Bilirsiniz, amma mən onda günah görmürəm. 3000, 4000 adamın gedib onun yayında oturmağında günah görürəm. Bu qadın görürsünüz ki, kimlə dava edirsə eyni senari. Ancaq uşaqlara toxunur. Demək ki, güc uşaqlara çatırdı. Yəni mən heç vaxt uşaqla dava eləmərəm. Mənim sözüm varsa sənin özünə deyərəm. Mən həyatı boyu, məsələn, Afət xanımla mənim qlobal problemim olub. Amma mən onun uşağını dilə gətirmərəm. Patoloqu deyə bilərəm ki, rica edirəm oğluna bir anasını qılçasına bağlasın. Amma uşaqlara dil uzatmaq olmaz. Ayıbdır. Bu günahdır. Amma belə qırın da bir-birinizi. Mənim nəyimə lazım? O qədər qıranlar var bir-birlərini. Mənə lazımdır. Yox. Show biznesi deyib geçirəm. Patoloqu müzakirə eləyə bilərəm məsələm üçün. Amma yeri gələndə Vəfa ilə Şəbnəmin o cənnətimsən mahnısı cəhənnəm elədi bütün dünyaya. Görüm qarışdım. İki insandır, qırırlar bir-birlə. Mənə nə? Amma uşaq olmaz. Və nə xoşuma gəlir? Şəbi mənim dostumdur. Kıstati qoy onu da buradan vurğuluyum. Mən keçən dəfə buradan dedim. Dedim Şəbnəm, mahnı hədiyyə eləyə bilirsənsə padruqava, bir uşaqlara dil uzatma demə, de. O da səhv anlamışdı. Mənə zəng elədi, o mənim dostumdur. Və mən Şəbnəmi ona görə çox istəyirəm ki, o onun bunun sözünə qulaq asmır. O birbaşa zəng edir, məndən soruşur, izahatı soruşur və mən dedim, abla, söhbət vəfadır, sevincdir, yox. Söhbət uşaqlardan gedir. Və bir mənalı şəkildə mənə telefon, bax, buradan deyirəm, Şəbnəm xanım əgər etiraz eləyərsə də, mənə zəng eləyib etirazını bildirər. Xeyr, mənə dedi ki, mənim yoldaşım qoymur, istəmir mən ümumiyyətcə ağzımı açım, ancaq mahnı oxu deyib. Amma təbii usulü, təbii uşaqlar toxulmazdı. Ancaq mən qalmaqallara qarışmıram. Amma mən də sənə razıyam, uşaqlara dil uzadılmaz. Səbinə Selcan açıq etiraf elədi mənə, Nüşabə Musayeva ölməyib, gəbərməyib, atın canlını gəlsin, burada konferansdaydı. Səbinə mənə dedi ki, bacım, mən qalmaqalara qarışmıram, mən istəmirəm, mənim itirəcək çox şeyim var, mənim qızım ailəlidir, başa düşürəm onu, çünki bu tərəfdə stop yoxdur, hamını qoyacaq stroya. Amma təbii ki, uşaqlara dil uzatmaq olmaz. Mən qorxuram, bacım. Açıq etiraf elədi mənə Səbinə ki, mən qorxuram. Mənim itirəcək şeylərim var, bacım. Mənim qızım ailəlidir. İstəmirəm ki, ailəsi dağılsın. Bu qadın deyir, istədiyi formada danışa bilir. Ona görə mən onları da anlayıram. Amma mənə deyilən telefonda mən öz izləyicilərimlə bölüşürəm. Hər bir müğənni uşağa dil uzadılmazı deyir mənə. Amma yenə də qalmaqal özləri bilər. Ki, mən də özü bilər. Mənim neyimə lazım. Amma yalan danışmaq olmaz. Ay filənkəsi tutdurdum. İndi də qaldı üçünə. Elə bil məhkəmədir. İclas qaldı üçünə, beşinə. Bir ildir sən bu qızı tutura bilmirsən. Qız da gedir. Toylarını, konsertlərini verir. Qayıdır gəlir. Nə deyir? Belə də niyə qeyri-qanuni uşaq doğulur? Niyə başqasının ərindən uşaq doğulur? Bəs canım, bunu mənim çox yaxın dostum müğənni ilə biz telefonda danışanda mənə dedi ki, Aysuli, sən o bicdoğan sözünə niyə qıcıq olursan? Bizim ata-babalarımızdan gəlib də bu cümlələr. Gəzəyən qadına da fahişə deyiblər, qeyri-qanuni uşaq doğana da bicdoğan deyiblər.
Mən də o xanım mənim çox yaxın dostum da. Mən onu çox istəyirəm və onu mən heç vaxtı nə adını çəkmərəm, nə də ki o çox cahil qızdır da, yəni mərd qızdır. Mən ona bir kəlmə dedim ki, abla, bir qadının həyatında bir 20 dənə kişi varsa ona fahişə deyirlər də, baba dövrümüzdə deyir, hə. Onda dedim, təbii ki, mən hər dəfə zəng elib deməliyəm ki, necə sən fahişə? Yox. Düzdür mü? Amma bir ne dövründən bunu bilirik. Qaldı ki, sizinkiləri demirəm. Amma şəxsən mənim ulu babalarımın görna görbagör olsun. Bunu mən deyirəm. Əgər mənim ulu babalarım bunu deyibsə, bax bu qədər də mən ağzımı açıb deyirəm ki, mənim ulu babalarım qələt eləyib. Elə gördə indi qoy yansınlar. Uşaqları düşünmədən belə cümləni qurublarsa. Çünki heç bir uşağın günahı yoxdur. Heç birimiz, mən də istəyərdim belə bir nazir qızı olum. Amma mən valideyn seçə bilməmişəm. Mən sıradan bir malyarın ona qurban olum, yatdığı torpağa qurban olum. Yəni oxudub, yaşadı, böyüdüb, savad verib. Amma mən də istəyərdim bütün günü balilərdə, malilə. Mən Diana Ahadaburun qızı olmaq istəyərdim. Amma mən onu eləyə bilmərəm, məndən soruşulmur. İndi mənim nə günahım mənə o damğa qoyulmalıdır? Məntiqən baxsaq. Ona görə mən belə başa düşürəm ki, çox keçməyəcək bizim deməli, ölkəmizdə bu cümləni qurmağa icazə verməyəcəklər. Çox istəyərdim, çünki körpələrin günahı yoxdur. Amma bir məsələyə toxunum. Əgər bu bizim adət-ənənəmizdir, bütün adət-ənələrimizi, lazım olan adət-ənələrimizi çeynəmişik, lazımlıları məhv eləmişik. İminə bu günlərim uşaqlara ləkə gətirməyəcək, ləkə gətirəcək sözü yığışdırağın deyirik. Bu mu sizə asılı qaldı? Və yaxud bir nəzər salsaq, indi dədə babaların dediyi dövrlə indiki dövrü nəzər salsaq, bu günlərim el o qədər təmizdirmi ki? O adı qoyan qadın özü təmizdirmi ki? Bu qədər təmizdirmi ki? Kiminsə uşağına dil uzadır. Mən şəxsən təmiz deyiləm. Mən bunu deyirəm. Yok hayır öyle bir şeyden bahsetmiyorum ama garip geldi. İncelediğini anlayabilir miyim? Mən indi sizə sual verirəm. Mən şəxsən ola bilər ki, kimsə adama deyərlər ki, birinci sən özünü danış, mənə tanıt, sonra danış. Mən də deyirəm, mənim bic söz deyil ki, yox, bic doğan sözü demək, əgər bas-bas bağırırsansa bunu sosial şəbəkədə, xalqın balaları artıq məktəbə gedən yaşdadır və hər birinin əlində telefon var. O uşaqlar o travmanı yaşatmaq olmaz, bir. İkincisi, bic kimə deyilir? Atası bəlli olmayana. Heç onlara da mən əleyhinəyəm. Uşaqlara olmaz. Onu atası bilinməyənə deyirlər. Yaxşı, bu vəfiyə deyilirsə, mən çünki demirəm, sabah çıxıb deyəcəksə, mən şər atırsan, mən vəfa adı çəkmişəm. Amma əgər bunu vəfanın uşaqlarına deyilirsə, vəfanın uşaqlarının pasportunda Famil bəyin adı var. Ata bəllidirsə, necə yəni? Bunu qoyuram qırağa. Yenə deyirəm, dədə baba vaxtımızda zaks yox idi. İmam nigahını uşaq doğurdular. Onlar vic idilər hamısı. Ona görə ayıbdır. Maddələr qoyub, 124-cü maddəyə girin. Valla mən getdim o maddəni oxudum. Orada mülkiyyət söhbəti gedir. Uşaq bir mülkiyyət deyil. Mən 24-cü maddədə girdim, .1. Mən orada görmədim elə bir şey. Mən orada mülkiyyəti gördüm, mülkiyyət bölgüsü. Yəni, da bir qadın ki, deyir ki, tutacaqdılar vəfanı, 6 bazar gününə düşdü deyə milisiya işləmir. Hansı dövlətdir bu belə milisiyalar işləmir, gedək biz də qan eləyək 6 bazar. Belə şey olur, ayıbdır. Ayıbdır, yenə onu özü bilər. O davalara mən qarışmam, amma uşaq adları indi söz verib. Mən ona görə o haqda artıq danışmaq istəmirəm. Çünki bir qayıt çıxdı qabağıma, deyir söz verirəm ki, artıq mən ağ bayrağımı qaldırıram, mən uşaqlara toxunmayacağım. Elə dedi canlısında, bilmirəm, yalan gerçək. Ona görə də mənim də oynan mövzum kapandı. Amma mən and içmişəm. Hər dəfə uşaq adı çəkiləcək, çıxacam bir nəfəri çağıracam bura ki, xahiş edirəm, gəlin onun ağzını yumun. Sabah yenə eləyəcək, uşaq, başqa maraqlı deyil, başqa qalmaqallara, ay tövbə, mən öz izləyicilərim buradasınız. Uşaq mövzusu olmasa,
Bitti. Mənim üçün nəyimə lazımdır? Adama deyərlər mən bəyəm burada kiminsə konduktoruyam. Məndən siz burada müzakirə gözləməyin. Körpələr toxunularsa danışacağam. Amma belə kiməsə sətir altı sözlər deyirsə o mənə maraqlı deyil. Canlı açır qadın kimisə haqqında danışdığında məndən icazə mi almalıdır? Amma uşaqlara toxunacaq. Dadak bir kriminal açıqlama verəcəm. Hələ bir mahnım çıxsın, o mahnı öz sözünü deyəcək. Düz 22 dənə kişi adı var. Çox gözəl mahnı çıxardıram. Oy. İndi oturub düşünürəm ki, mən də durayam. Bu qədər adlar necə xoşuma gələ bilər mənim. Yo deyir, amma söz vermiş, nə bilim. Mən onun canlılarına baxmıram. Çünki mənim bir dənə feykim var idi. Ləkəli dul. Mən görürsünüz, görün mən necə təmiz insanam ki, mən feyqlə də adamları söymərəm. Çünki bilirsiniz niyə görə? Mənim vicdanım götürmür ki, kimisə söym. Yox. Mən ləkəli dul adıyla girib onun canlısına baxıram. O da niyə? Öz səhifəmdən girərəm, blok eləyib. Görün necə bu qadın şeydir ki, məni ləkəli dul səhifəmi də blok eləyib. Amma vallahi tövbə, tövbə. Bax görürsünüz deyirəm. Mən söysəm, mən buradan etiraf eləyərəm ki, ləkəli dul mənim səhifəmdir. Yox. Oradan belə məni atı bloka. Çağatay yanına uğradım da seni de bir göreyim dedim. Hə də bilmirəm də ay əli. Yox deyir, ay uşaqlar siz başa düşmürsünüz. Bu deyir ki, zaks yoxdursa, o gün keçən dəfəki şeylə, sevinçlə debatda dedi ki, mən qəbul eləmirəm imam nigahını. Mənim üçün zaks da əsas. Amma bir zaman öncə özü dedi ki, mənim zaks yox, əsas imam nigahıdır. Yəni bu qadın özü elədiyini olar. Amma qarşısındakı nə olsun, ne deyirdi ki, Nicat vəfanı tutturub, amma tutura bilməyib. Mən belə kişini yanında saxlamaram. İndi də Mamet tutturub vəfanı, amma tutura bilməyib. Niyə saxlayırsan? Yəni deyir, mənə olar. Mənə hər şey olar, sizə olmaz. Və deyir ki, mən hər şeyi danışa bilərəm. Amma kimsə çıxarsa, məni səhvimi deyərsə, onun uşağı gedir, var yoxu gedir, nəsli gedir. Və nə maraqlıdır ki, fikir verin, mən xoşlamıram. Amma deməliyəm də, bu məcburam. Vəfa, əyri qılça dediyi, Sevinç, Dəniz, dördünün də talihi birdir. Dördünün də hekayəsi eyni. Buna zəng elədilər, bunun uşağı Vicdi, bu bursunun qızı Dubaydan oğurluq eləyib, Dənizin, nə bilim, İtaliyada türmədə yatıb. Yəni, mən anlamıram. Bu dörd insanın talihi eyni nədənsə gedir. Bu talihlər necə eyni ola bilər? Birinin də başqa bir adı olsun deyə. Başqa bir talihi olsun da. Bu başqa şey bilmiyorum. Niyə? Çünki hər bir insanın, məsələn, zəif yeri uşaqdır. Mənə trans deyərsən, vecimə də deyil. Mən bilirəm mən kiməm. Sən mənə nə deyirsən, de. Mən özümü tanıyıram mı? Tanıyıram. Amma məni niyə vura bilmir? Çünki mənə nə deyirdisin? Ay balam, 50.000 nəfər Vəlizarın yayınında oturub ona hədiyyələr atan dövrdə yaşayırıq. Biz mən öz izləyicilərimdən mi utanacam? Yox. Amma bir dənə onu bilir. Mənim üçün bunu deyir. Amma mənim uşağım olsaydı, haradasa mən biraz çəkinərdim. Deyərdim ki, mən balam, mən ölərəm. Cəmaatı da o niyə tutur? Balası ilə vurur. Balası ilə vurur ki, üstümə gəlməyin. Danışdıqca sizə şərləyəcəm. Cəmaat da, bilirsiniz, uşağıdır da, cəmaat yanır, tökülür. Ona görə uşaqla vurur. Mənim nəyimi vuracaq? Allah Taala bilib ki, zamanında belə bir qadın çıxacaq, 4 ilməklə dava eləyəcək. Ona görə mən uşaq vermir ki, o mənim balamı söyə bilmir. İnanın ki, o biləydi ki, mənim uşağım var, onların talihi kimi də məni paylaşır. Necə deyir, saçları deyir, deməli, usuli bir yoxlasınlar, görsünlər ki, bunun pulu yoxdur, bu necə kirada qalır, bu hardan tapır pul gedir qaynağa, evi. Mənim pulum yoxdur ki, mən kirada qalıram da, bacı. Pulum olsa mənim evim olar da. Bilmirəm ki. Hamımız eyni zibilsiniz. Can, başıva dönərəm. Çox sağ ol, ay ayla.
Sən də olarsan zibil qabımız da, bizi sən qabıva tullayarlar. Madəm mənim yayınımdasansa. Neyvə lazımdır. Deyim də Gülə xanım. Siz Azərbaycanlısınız da yəqin Gülüçkan. Səssiz alma İqulu. Çünki insan normal sual verir də. Neyimə lazım? Bəli. Düz sualdır. Vicdanım olmasaydı nəyimə lazım olardı? Yenə deyirəm. Kimlə dava elədiyi mənə maraqlıdır. Amma kiminsə uşağını dil uzatma olmaz. Körpə uşaqlara dil uzadanın hər bir kəsin mən cavabını verərəm. Necə ki verirəm də. Bağçalarda uşaqlar döyülür. Həmin bağçaları müzakirə edirəm. Videoları paylaşıram. Müğənni olur, çıxar afət kimi cəmaatın uşağına dil uzadar. Onu da müzakirə edirəm, video çəkib paylaşıram. Kim mənə onu qadağan eləyə bilər? Mənim 45 yaşım var da bundan sonra bir 10 il, 15 il nə yaşadıqsa, uşaqlar bizim gələcəyimizdir. Kimin haqqı var kiminsə uşağının travma yaşatmağa? İndi Gülə xanım yazın görüm. Bu yaptığın asla unutmayacağım. Çok teşekkürler. Nə vaxt ki mən iki qadının davasına qarışaramsa, haqlısan, haqq eləyirsən. Gəlib hətta o sözün yanında mənə iki gözəl də yağlı söz deyə də bilərsən. Haqqındır. Amma uşaqlara toxunursa olmaz. Девочка, как дела, моя родная? Allah Allah. Zaten çocuğu tek yollamıyorum. Aysel'le gidiyor. İyi tamam. Ona göre bilib bilmədən olmaz. Tamam var sana. Doğan çantayı şirkete aldın mı? Yoxsa valla mənim səhifələrimdə Renişka salam, mənim səhifələrimə girin və təhlil eləyin də videolarımı. Əgər bir dənə qərəzli və yaxud həqiqətən də baxanda şu sən nəyvə lazımdır deyən bir video varsa, mən ümumiyyətcə səhifələrimi silərəm. Mən üzr istəyərəmsə sonra itin qızıyam, it qızıyam deyənlərdən deyiləm ha, mən dedimsə eləyərəm. Xeyr, mənim səhifəmdə görəcəksiniz ki, məsələn, televiziyada yanlış təbliğatlar gedib onları müzakirə eləmişəm. Bir Azərbaycan qadınının obrazı yanlış tanınır, veriliş olub tənqid eləmişəm. Müğənni çıxıb efirdə yanlış təbliğat aparıb onu tənqid eləmişəm. Nəyi səhv eləmişəm? Həkimlər olub, əməliyyat eləyiblər cəmaatı, 1000 oyun açıblar narkozda, onları tənqid eləmişəm. Mənim müzakirələrim bu olub. Amma əsla və əsla iki qadının davasını eləmərəm. Mən neyimə lazım? Neyimə lazım uşaqlara? Başa düşürsünüz? Aysel herhalde. Spasiba, Cemочка. Düşmür axı, qurban olum. Stilist Emoçka, spasiba. Barış, biz gene görüşeceğiz, tamam mı? Ona ki siz normal cavab verirsiniz, ancaq Dəniz... Yox, uşaqlar, bax mən, baxın, Yani biz saat Afət bir-iki dəfə görmüşəm deyib ki, mən Sulyekin saxlamıram. O mənə heç vaxt təhqir eləməyib. Düzdür, açıq deyəcəm. Afət mənim haqqımda tərif eləsə belə, o mənim üçün təhqirdir. Niyə? Çünki uşaqlara toxunub. Kəşke heç vaxt uşaqlara toxunmayaydı, amma məni yıxıb sürüyəydi. Mən də baxıb ona gülərdim, pozitiv enerji alardım. Amma xalqın balalarını görmürsən, amma mənim üçün bunu deyirsən. O da taktikadır. Taktikadır. Amma mən haqqa girən adam deyiləm. Mən heç vaxt heç kimin haqqa... Bax, Allah şahiddir. Mənim burada pastayana izləyicilərim var. O günlərim Zema mənim yayınımda olanda Seva gəldi. Sevanı mən yayınıma qaldırdım. Seva emosiyalarına qapanan ki mən onu aşağı saldım. Yeri gəldi Seva ilə biz dostuq. Mən onu attım aşağı. Dedim olmaz. Mənim yayınımda emosiyalara qapanıb danışmaq olmaz. Mən sevmirəm. Yeri gələndə əgər mən qərəzli adam olaramsa, mən əgər doğrudan da qərəz və mənim içimdən gələndirsə onun kimi. Mənim fərqim bax budur Afətdən. Mən saxlayardım, deyərdim mənim nəyimə lazım, məsuliyyət mənim deyil. Danış, kimin ürəyimin yağlar tökürsün. Olmaz. Mən insanları akademiçni şilləliyirəm. Mədəni formada şilləmi vururam. Mənim ədəbiyatıma nə gəlib, mədəniyyətimə nə gəlib ki, mən yenə deyirəm, insanlar savadlı rolu oynaya bilər. İnsanlar hər obraza girə bilər. Yeganə rol, o roldür ki, это джентльмена. Его играть невозможно. O sənin içində olmalıdır. Sənin centlemenliyin yoxdursa, sən o rolu oynaya bilməyəcəksən.
ты должен рождаться. Necə ki, korolevami не становятся, korolevami rождаются. Yəni, siz görmüsünüzmü sonradan kimsə koroleva olsun? Əsla. Koroleva doğuşdan olur. Ona görə də mən, bax, bunu demək istəyirəm də, yəni mən həyatı boyu kimsə Sevada anlayışlı qəbul elədi. Mən onu ağzında sözünü qoydum, atdım aşağı. Mən qərəzli olsam, mən Afət xanım kimi belə yanıqlı, nədir bunun uşaqlara olan bu şeyi də, bu nifrəti, o yanıqlı danışıqlarını mən bu da meydan oturardım, Sevanı dinləyərdim, olmaz. Və onda mənim Afət xanımla fərqim nə olardı? Məsələ bundan ibarətdir, Şəfiqə xanım demişkən. Bu arada verilişlər açılsaydı, Şəfiqə xanım üçün çox darıxıram. Bu kadar mı? Bir şey yapmayacak mısın? Ben bunca şeyi boşuna mı yaptım? Bunca riski boşuna mı aldım? Hayır almadım. Ayala bu arzunu nifrət edirəm də bu kinoda. Çağatay benden önce önlem almış zaten. Şirketin güvenlik ekibinde Çağatay'ın adamları var. O yüzden bizim ekstra bir şey yapmamıza gerek yok. İndi dəlidir. Valla mən bilmirəm. Bəyəm dəlilər dəlxanada olmamalıdır, qadın almaydı. Mən bilmirəm, amma siz deyirsiniz, kimi deyirsiniz bilmirəm. Mən ad çəkmirəm. Mən əgər kimsə dəlidirsə, o zaman Əslin Suli o uşaqları təhqir etmək istəmirdi. O fikrini tam çatdıra bilmirdi. Renaçka, siz mənim daima izləyicimsiniz. Axırıncı dəfə o donuzun balası var. Bilirsiniz ərindən niyə ayrılıb o donuz? Çünki Allah heç bir anıya qismət eləməsin. Yəni sözü ona gətirirdi ki, donuz bilirik kimə deyir, gəlib uşağını əri ilə tutub. Bunun sən nəyini düz qəbul edirsən, Ayriyana xanım? Ay, siz onu eşitməmisiniz də. Eşitməmisiniz, mən sizə atarım WhatsAppda. Məndə var o, kayıt. Ataram, baxarsınız. Bir doğanın maskasını cırmışıq, indi bunun maskasını cıracam demək. Yəni, yaxşı, o elə demək istəməyib, qaydaq siz eşitdiyinizə. Rena xanım, siz hər dəqiqə çıxıb efirdə bir doğan deməyi normal qəbul edirsiniz bu cümləni. Madem siz beni evinizde ağırlıyorsunuz. Yox, başqa işimiz yoxdur, Amal. İstəyirsən səni bir iş eləyə bilərik. Hadi kalk anne. Şu tatlıyı getirsin yiyelim de. Yəni mən Rena xanım, siz tez-tez mənim canlımda olduğunuz üçün sizə sual verirəm. Niyə это не нормально? А если человек каждый раз открывает эфире bir doğan говорит, значит она сама по себе ненормальная. А тогда siz onu niyə savunursunuz? Niyə deyirsiniz ki, o elə demək istəməyib, prosta elə alınıb? O çox gözəl bilir nə demək istəyib. Başa düşürsünüz? Ona görə mən heç sizdən gözləməzdim onun tərəfi tutası, amma yenə də fikir sizindir. Yo, onun bugün ben şirkette çalıştım. Ne şirkette var? Niye? Ya ben benimkini ofiste unutmuşum da seninkini isteyecektim. Şey, o zaman gideyim alayım ben. Ya ben sana anlatırım hayatım. Şimdi yarın falan alırsın. Hiç gitmiş mi sen? Yok olmaz öyle adam resmen herkes bakıp gelsin dedi ya ilk günden. Dur neyse ben gidiyorum, ben bir saate geri gelirim. Və Afət xanım, bax bunu deyim. Afət xanım Vəfa ilə davaları nə üstündə olub bilirsiniz? Bilirsiniz ümumiyyətcə. Bir mahnı üstündə. Halbuki əslində bax tarixə qayıtsaq, Afət özünü kiməsə görə pis elədi. Bir dəqiqə mən bir dəqiqə. İndi diqqətlə qulaq asın. Xatırlayırsınızsa mahnı söhbəti idi də. O oğlan çıxdı, dedi ki, mən razı. Keçdi Afət xanımın tərəfinə. Afət xanım onu başladı, qorudu. Vəfa ilə özünü pis elədi mi? Elədi. Qoydu bunun bütün uşaqlarını qabağına başladı söyməyə. Oğlan neynədi? Gəldi, keçdi Vəfa tərəfə. Mahnısını. Bax, onda Afət anlamalıydı ki, heç kimə görə heç kimdən pis olma. O günlərdə demonstrasiya eləyirdi canlıda. Xatırlayırsınız da, Milli Məclis qurmuşdu. İranlını gətirdi yayınına. Yadınıza gəlir də ki, məhkəməyə verir. Nə bilim, nə eləyir? Mən sənin yanındayım.
Mahnı təzədən qayıtdı YouTube-a. Her şey çok karışık. Kişi yenə də keçdi bu tərəfə. Bacı, sən özünü niyə pis eləyirsən kiməsə görə? Adama deyərlər. İkinci dəfə indi təzə mahnı Qəmzələrin nə bu da bu mahnının davasıydı. Və sən İranlını gətirdin canlıva. Vsyo, mən sizə dəstəyəm. Vsyo, mahnını sildirmişsiniz, verin mərkəmiyə, təzminatınız alın. Nə oldu? Bütün bu çalkantı. Kişi keçdi bu cəbhəyə. Sonra doğru insan. Yenə pis olan sən oldun. Yəni o lazım deyil kiməsə görə pis olma. Elə vəfaya da düşmən qənim oldun oğlana görə də mahnı üstündə. Nə oldu? Uduza da gedirsən bacı. Neyvə lazım? Neyvə lazım da krugli shot götürsən. Birinci dəfə də mahnıda uduzdun. Oğlan sənin yanına sənə qaz verdi, qızışdırdı, oldun düşmən. Sənə lazım idi bu. Oğlan keçdi bu tərəfə, dedi ki, oxuyun, elə mən sənə verirəm mahnını. O günlərdə də o İranlını gətirdin, yayınıva demonstrasiya elədin, milli məclis qurdun. Mahnı təzədən YouTube-dadır. Sağlığı görüm, mahnı yenə reytinqlərdədir. Bəs sizin nəvizə lazımdır? Öyle mənim işim budur da cigər. Bu işim budur da necə yəni nəvizə lazım? Məsələləri təhlil eləmək. Sən bunu bilmirsənsə, vızgırdational, communicational. Əslində mən 18 plus açmışam. Mən siqaretin tüstüsünü niyə gizlədirəm? Ay uşaqlar, mənim üzüm necə qaralıb. Mən 1-2 dəfə də salaryuma girsəm olacam Tina Turner. Neyse 23, neyse efendim, neden oldum boş ver, çeydem. Şöyle. Deməli, ay İqulu, mənim canlım açıq ola mən 18-i bağlayıb ümumi qəbul edə bilmərəm, hə? Təzdən canlı açmalıyam. Yere düşmüş ya. Allah, hə, salam söyləyəcəksə. Venera yaxşıyam. Aysunka ты здесь или вышла? Rena xanım, mən WhatsApp-a necə baxım? Mən canlıdayım, qadanalım. Вы знаете, что я canlıdayım, вы мне пишете на WhatsApp. Как я отсюда выйду? У меня столько людей здесь. Niyə tıklamırsan bacı? 583 nəfər adam var. Bayaqdan minlik. Opşi nə qədər adamımız var idi? 15.700. 1200 nəfərlə dayanmışdıq, canlı düşdü. Uşaqlar, çox xahiş eləyirəm. 50.000 olmağımıza çox az qalıb. Nə olar takip atsaq? 50.000 olar da inkişaf eləyək, dəyişək. Madem geldi, sana dosyalarla ilgili yardımcı olayım. Hadi koçlarım mənim. Nasıl istersen. Вот я вас говорю, вы же Aysun. Anlamadığım bir şey olursa yardımcı Ekran tıklayın, follow eləyin, cigərlər. Evet tabii. O zaman şöyle yapalım. Bir yarım saat siz bana Mütləq, mütləq. Takip atın ki, heç olmasa 50.000 olaq. Ya tut, krasavitsa. Ekranı təkrar paylaşdı. Canımsınız mənim, canım. Nəysə cigərlər, görüm heç mənim sözümü 44 nəfər nə xoşuma gəlir. Xoşuma gəldi. Uşaqlar, beni sevlər, like atın. Bir də görəvim var. Bu görəvi kim tamamlayacaq? Seni asla üzmek istemem, bunu çok iyi biliyorsun. Mənim canlarım, görəvi bir dənə tamamlayaq. Yeni gələnlər mütləq like eləyin. Takip atın. 50.000 olar. Heç olmasa bugün 50.000 olar. Naza Ümit, spasibo. Çox sağ olun. Teşekkür. Thank you very much. Marcella. Bu arada Marcella söz müəllifi Təranə xanım Qumraldı. O da mənə zəng eləmişdi 1-2-3 gün bundan qabaq ki, bəs vizyonda mənə də səslənmisən. Amma mən bir mənalı şəkildə bunu deyirəm. Uşaqlara toxunmaq olmaz. Tək afət üçün demədi. Mən indi yalandan burada qızışdırmayım. Ümumi dedi. Kim kimlə dava eləyir, uşaqlara toxunulmaz. Qoy onu da deyim, onun da haqqı qalmasın. Ülviyə Namazoviç. Praktiki son günlər Allah xeyrindən eləsin. Tez-tez danışır. O da mənə dedi. Dedi, uşaqlara toxunmaq olmaz. Falan da 5 məkan. Yani biləsiz. Feyza, evet sen de gördün. Daha çok küçük ve bana ihtiyacı var. Evet doğru. Oğlum
Oğlum daha çok küçük. Hə, sonra bəzi uşaqlar mənə yazır ki, Aysun İsmailova və Vəfa Şərifova ilə dostluğu bitib, yox, bitməyib. O uşaqların anaları da düşünməlidir. Yox, anaları nəyi düşünməlidir ki, Mehriban Sadıqlı nəyi düşünməlidir, cigər? Nəyi? Manav müəllim mənə yazmışdı deyəsən direktimə. Yox, mən səhv salaram. Yox, Manav müəllim yəqin ki görməyib videonu. Amma mən əminəm ki Manav müəllim də uşaqlara qarşı həssasdır. Mən buna əminəm. O uşaqların anası neyniyib cigər? Söhbət bahis nümunə Vəfadan gedirsə, Vəfa mahnı oxuyub, həmin mahnını deməli bəstəkar, mahnını yazan gedib qızışdırıb Afəti, verib mahnını Dağlar oğlunu ona, deyib ki Vəfa istəmirəm oxusun, sonra Afətlə düşmən eləyir Vəfanı, Afət çıxır Kaksiqda ailələr və taleylər, xalqın balalarını qoyur ortaya, sonra da həmin o bəstəkar Afəti yarı yolda qoyur, qayıdır, gəlir Vəfanın yanına, продолжение следует, sonra da belə də davam edir. Yəni, haçan görmüşsünüz ki, Vəfa çıxıb kimisi işinə qarışdı, mən anlamadım. Bəli, ağa bəy, hər kəs özü bilər. Amma mənim cəmiyyətimin övladlarını dil uzadanlara mən də danışacağım. Bu da mənim doğal haqqımdır. Mən səslənəcəyəm ki, uşaqlar toxunulmazdır. Uşaqlara toxunmaq olmaz. Bu mənim doğal haqqımdır. Sən mənim o doğal haqqımı əlimdən ala bilmərsən. Hə, sən mənə deyə bilərsən ki, iki dava eləyən insanlar, sən niyə qarışırsan? Bəli, sən onu mənə deyə bilərsən. Təbii ki, orada da prosedurlar var. Ya mən onun izahatını verərəm sənə, ya da ki, deyərəm ki, haqlısan. Amma kimliyindən az. Sabah sənin də uşağını kimsə dil uzadarsa, mən atacam özümü ortaya. Olmaz. Heç kimin uşağına toxunmaq olmaz. Nə heyvanlara, nə uşaqlara. Necə ki, mən televiziyada Azərbaycan qadınına ləkə olan qadını gətirirdilər hər gün efirə. Artıq dünya elə bilir ki, Azərbaycan qadınının obrazı budur. Onu mən necə deyirdim ki, olmaz. Bir dəfə də yaxşımı çıxardın ora. İndi də uşaqlara toxunmaq olmaz deyirəm. Artıq söz deyirəm, cigər. Heyvanlara da həmin şey. Heyvanlara da toxunmaq olmaz. Mənim dövlətim, mənim qanunum. Yetimxanalar var, uşaq evləri var. Nə üçündür o? O zaman əgər mənim ölkəmin qanunları və mənim dövlətim uşaqlara sahib çıxmasaydı, mən də deyərdim ki, belədir. Əgər bugün qanuni qanunsuz atılan uşaqlara dövlət sahib çıxırsa, atılmayan uşaqlara qanuni qanunsuz dil uzatmaq olmaz. Mən də bunu deyirəm də, mən artıq söz deyirəm. Olmaz da. İyi, bir də son məlumatı vermək istədim ki, Vəfa xanım heç bir polis narahat eləməyib. Narahat eləyibsə də necə avtoritetli, necə hörmətli qızdır ki, karakola bölməyə yox. Bəs elə yatdığı, qaldığı oteldə gəliblər, izahatını alıblar və elə bir çayını da içib gediblər. Əgər belə olubsa, keç elə şey də olmayıb. Bir də ki, indi də çıxırılan yalançı məlumata görə ki, tutulmamağının səbəbi 6 bazara düşdüyünə görə. Akasiya Moskvada 6 bazar düzdür. Avropada, məsələn, mən olduğum ölkələrdə Albaniya, Montenegro, belə Serbiya, bunlarda bazar günləri apteklər işləmir. Ona görə qabaqcadan alırsan dərmanıvı, durmanıvı ki, birdən qarnın ağrıyar, birdən qızınırman olar, birdən dişin ağrıyır. Bazar günü işlə, amma polis, milisiya işləməməyi, mən bunu Moskva vilayətində ilk dəfə eşidirəm ki, sonra mənim padruqam var, Natasha, xına yaxdı evi işlədir, mənim sinif yoldaşım. Ondan soruşdum, dedi ki, sən dəlisən, onda mənim evimi bugün kimsə girib yarsa, mən birinci gün kef eləsin, qaçsın, geçsin, ölkəni tərk eləsin, oğru ki, nə var, 6 bazar işləmir, belə bir şey yoxdur. Günel sizi çağırır canlıya. Mən Güneli canlıya qoşa bilmirəm, çünki mən 18 açmışam, cigər.
Mən 18 plus açmışam. Dün gece de bir Gedin deyin ki, o yox, mən 500 nəfəri qoyub gedə bilmərəm. Görüm nə qədər adam gəldi. Ay Allah, follow atın da qadın alım. Bir 100 nəfər follow olaq da, 50k olaq da. Heç olmasa 50k. bilmiyorum, sağ sol. Beyza'da bombayı kucağımıza bıraktı. İşıqlandırıram Bako. Vallahi işıqlandırıram. Mən hər zaman səslənirəm izləyicilərimə. Əgər körpələr evində, qocalar evində, onları da unutmayaq, qocalarımızı da unutmayaq. Heyvan nə gördünüzsə atın mənə direktəmə. Amma videonu atmamışdan qabaq altında baxın. Haçan paylaşılıb. İşlənmiş mövzunu eləmirəm mən. Bəzən görürsən atırlar mənə bir video. Deyirəm axı ay balam, baxın da, baxın mən bunu danışmışam. 2023-cü ilin videosu indi çıxıb qabağınıza atırsın mən. Axı mən onu işləmişəm. Tarixinə baxın, gedin gün elə deyin 18 plus açmışam. Biz eşləşə bilmərik. Əgər deməli uşaqlar mənə atın. Mən heç vaxt direktimi şey saxlamıram. Əgər gördünüz ki, Pale necəsən? Əgər gördünüz ki, yeni xəbər də ola bilər də mənim gözümdən qaçar. Mən də insanım, mən təkəm. Gördünüz ki, vacibli uşaqlar evində, həkim xəstəxanada, nə bilim bağçada, məktəbdə, həkimxanada, qocalar evində belə qlobal problem olanda atın. Amma tarixə baxın. Təzədirsə atın. 2011-ci ildə, 2020-ci ildə, 25-ci ildə işlənilib və mütləqa ki, mən o haqda danışmışam. Aysel, nerede herkes? Efendim, Yıldız Hanım sabah erken çıktı. Asman Hanım da... Baxacam mən, yox görməmişəm. Konuşmuyorum canım. Gedin gün elə deyin ki, Suli 18 plus açıb. Ona görə qoşula bilmirəm mən oynan burada. Onda geçsin 18 plus açıb gəlsin o. Bir şey gördünüz ve bu gördüğünüz şey başka... Eşləşə bilmirik. Yani çok da boş olmayan bir şey. Ay bacı bildim də. Bildim ama o 18 plus açmadığına göre biz buraya qoşula bilmirik. Diyelim, Yıldız Hanım'ın da bundan haberi yok. Kiminle gördün? Yok efendim, görmedim. Hani mesela diyorum, öyle bir şey olsa... Yıldız Ha bak bir şey günü buradadır. Dəvət göndərə bilmirəm. Niye gizliyesin? Çünki eşləşənmirik. Diyelim ki üzüleceği bir şey... O 18 plus açıb. Okey. Açmayıb. O zaman durum değişir tabii. Deyirsə oynur bəyəm. Diyelim ki Neyini spam atırlar ay Güneyl. 18 plus da spam ata bilmirlər. var. Yo oldu da mən 480 nəfəri qoyub təzədən açacağam. Canım, Deyin ki sabah, tomorrow. sen şimdi gel bakayım şöyle. Ya. Yaxşı siz necəsiz? Yıldız üzülmeden biz bunu halledelim. Otur. Neticede biliyorsun yani Yıldız bana güvenmesi... Mənim izləyicilərim Öyle değil mi? mənim üçün hər şeydən önəmlidir. Ne gördün? Ben dün Feyzan ve Halit Can'ı bıraktığımda Çağatay Bey de oradaydı. Yalnız Yıldız Hanım bundan haberi yok. Feyzan Hanım beni içeri almadı. Çağatay Bey'in de orada olduğunu söylemedi. Gizli bir buluşma. Efendim, sonuçta Halit Can'ı Çağatay Bey'in görmesine Yıldız Hanım... Yani. Bax belə uşaqlar, görüm nə qədər adam olduq. 48 nəfər. Daha yakın olabilir. Efendim, ben bu işi... Ayın 3-ü siz də gəlirsiniz, bəli. Məndə yalan görmüsünüz uşaqlar. İnşallah ki, bəli. Çok doğru yaptın. Hadi sen şimdi benim çantamla paltomu... Oy Belarusiya. Çünki həm ziyarət, həm ticarət. Üçü nə var ki? Toylar başlayır da, cigər, toylar, cigər. Business Show Media, salam. Yıldız benim muhatabım sen değilsin. Resmen davayı kaybedeceğinizi anladınız, bir hikaye uydurdunuz, beni suçlamaya kalkıyorsunuz. Benim kimseye bir şey yaptığım yok, hiçbir şey olmadı diyorum sana. Dün gece sevgilinle buluştuğunda mı yalan? Şirkette herkes siz konuşuyor. Doğan Bey'i ima ettiğini biliyorum. Çünkü işine o geliyor. Hastanede gördüğünden beri adama kattın, bir şey yok. Yıldız bak. Sənə zarafatım var, ha ürəyim. Yasak elma, hə, kim oxuyacaq? Dünya, Suli boynundakı Jade'nin boynun. Az qurbandır sənə, Bakıyadaysansa, mən Bakıya gələndə adres ver, taksi ilə göndərim. Mən cömərdəm.
Samet Bey, здравствуйте. Alabilirsiniz. Да, я загорела, сладкий. Buraya kadar getirttim ama bu eski kocam olacak adam bana iftira atıyor da bizim yasak aşk yaşadığımızla ilgili. Lütfen durumu açıklar mısınız? Rica ederim Mehmet. Yox, Bakıda deyiləm mən indi. Mən Gürcüstandayım. Nihat, necəsən? Yıldız'dan bir an evvel boşanmam için yapıyorum. Neden biliyor musun? Mən də yaxşıyam. Çünkü Yıldız'la Şükür. ben evlenmek istiyorum. Ekran tıklayın. Təzə gələnlər takip atın. Hadi hər birimiz 50.000 olar. Başımıza dönərəm.